Selamun aleyküm. Buraya Lənkəran rayonu Boladı kəndi. Əkin ərazilərinə gələn mərkəzi yoludur. Boladı kəndinin dəyişilməz bələdiyyəsi Dadaşov Salman və müavini Həsənov Elman və yeni həmən 9 nəfər. Deməli, illər idi Dadaşov Salman özünə qarğış qazanırdı. Çəkə də bilmirəm, normal yeriyə bilmirəm. Burada normal yerimək olmur. Və bir xanım gəldi yarıya kimi, öz inəyini buraxdı burada. Gələ bilmədi, yeriyə bilmədi. Batdı, qayıtdı geriyə. İndi mən məcburam onu da aparım. Və budur sizin bizə verdikləriniz. Ay 11 dənə bələdiyyə işçisi. O yenilər var, o gənclər. Bax. Əkin ərazilərindən heç xəbəriniz yoxdur. İndiyə kimi də xəbəriniz olmuyor və bundan sonra da heç bir qarışıqlıq, buna qarışmaq istəmirsiniz. Bax, yine gezmək istəmir. Hüsür, sənə Dadaşov Salman qarğış edir sənə. Sənin ailə və övladları var. Sənə Allah sizə lənət eləsin. Allah sizə lənət eləsin. Mən bir gün ərzində bu yolu 2 dəfə ən azından gedib gəlməli oluram. Bu əkin əraziləridir. Bu hörüş zonası deyil. Amma burada əkinə dair heç bir iz toz yoxdur. Çünki əkin üçün torpaq şumlanmalı, indi hazırlanmalı idi. Və Mart ayının sonudur artıq. Nə deyim, bu yeni bələdiyyənin yeni üzvləri. Heç birinizi nə tanımaq istəmirəm, heç birinizi tanımaq da istəmirəm. Çünki siz bələdiyyəyə üzv olmaq üçün gəlmədiniz. Sizə belə əmr olunmuşdu. Özlərinizi qurban verdiniz. Dadaşov Salmanın, Talih Qaraşovun dövləti dağıtmaq planlarına siz şərik oldunuz. Bunu yadda saxlayın. Bu 100 metrə yaxın yoldur. Döngədən də sonra var. Bunu yayda müəllimlərlə birləşib, məhəllədəki bir neçə müəllimlə, ailələri ilə, öz ailə uşaqları, öz övladlarımızla birləşib bu yolu 10 maşın, 10 kamaz bura çaydan gətirilmiş, çöngül töküldü və bu yol heç olmasa keçiləsidir. Yəni bunu başa düşmək olar bu yolu. Bundan o yanası da var axı. Bir 15 gün bundan qabaq bu döngədə bir dənə inək batmışdı, öldü. Digəri də biraz irəlidə batmışdı. O da öldü. Amma heç kim səsini çıxartmadı. Bir kimsə şikayət eləmir. Hamı da qorxur. Mən deməli hardasa yarım saatdır bu yolu birbaşa bir tərəfə gəlirəm. Hər gün də bir neçə